Salam əziz izləyicilər, 7 dekabr 2025-ci il güvən sınaq imtahanı 3-cü qrup 11-ci sinif Azərbaycan dili. İzaha keçməmişdən öncə hər kəsdən istəyim budur ki, kanalıma abunə olsun, videonu bəyənsin və şərh bölməsinə də öz fikirlərini yazmağı unutmasın. Və başlayaq testlərin izahı ilə. Deməli, birinci sualda bizdən soruşur ki, deməli, hansı cümlədəki təsriflənən feillərin hər ikisi, bax, cümlələrdə olmalıdır, təsriflənən feillərin hər ikisi nümunədəki təsriflənən feillə eyni şəkildədir. Feilin şəkilləri əmr, xəbər, arzu, vacib, lazım, şərt. Burada onların susmağını razılıq əlaməti kimi qəbul etdik, di zaman şəkilçisi var, deməli, feil xəbər şəklindədir və burada da cavabımız C olacaq ki, yazır ki, dağ dağa qovuşmaz, qovuşar, qovuşmaz, qeyri-qəti gələcək zaman insan insana qovuşar. Deməli, cümlədə C variantında işlənmiş cümlədəki təsriflənən feillərin hər ikisi xəbər şəklindədir. Eyni ilə verilən nümunədəki feillər kimi. Cavabımız oldu 1-ə C variantı. İkinci cümlədə bizdən cədvələ əsasən uyğun fikirləri soruşur. Bax, diqqətli olursunuz, uyğunsuzu da soruşa bilər. Uyğunu soruşur. Yəni, doğrunun altından doğru, yanlışın altından yanlış fikri tapmağımız lazımdır. Günəş qızıl saçlarını dərələrdən, meşələrdən yavaş-yavaş toplayaraq qərbə doğru uzanmağa başlamışdı. Sifətin sualına cavab verən isim işlənsə də, qızıl saçlarını, necə saçlarını, ismin sualına cavab verən sifət işlənmir. Ümumiyyətlə, nümunədə sifət işlənməyibdir və burada da sifətin sualına cavab verən isim işlənib. Bir doğrudur, götürəcəm. Əlamət bildirən sifət işlənibdir, səhv deyir. Ümumiyyətlə, nümunədə sifət işlənməyib, qaldı ki, əlamət bildirsin. Mənsubiyyət şəkilçili söz, bax, saçlarını, günəşin saçları, mənsubiyyətdir, axırıncı da təsirli çaldır. Mənsubiyyət şəkilçili söz ismin təsirli çalındadır. 1-3 doğru fikirdir. 1-3-6 yoxsa 1-3-4. Yanlışa baxacam. Təsriflənən feil əmr şəklindədir. Bax, uzanmağa başlamışdır. Başlamışmış zaman şəkilçisidir. Deməli, əmr şəklində yox, xəbər şəklindədir. Yanlış fikirdir. Ona görə cavabımız olacaq 1-3-4. O da A variantı. Və 6-cı fikirə də nəzər salaq. Birinci 5-ə baxsaq, cəm şəkilçi qəbul etmiş isimlər, söhbət saçlar, dərələr, meşələr, ümumi isimlər doğrudur. Yönlü çalda olan isim işlənmişdir. Bəli, burada qərbə sözü, bax, bəlkə də gözdən yayınıbdır. Sən uzanmağa sözünə baxmısan, uzanmaq sözü isim deyil falan. Qərb sözü var burada və 6-cı fikirdə doğru fikirdir. Ona görə həqiqətən də cavabımız 1-3-4 A variantı olmuş olacaq. Üçüncü sualla davam edək. Tələffüz forması verilmiş sözlərdən hansını həm isim, həm də feil kimi düşünmək olar. Burada təmizləmək feil kimi düşünəcəksən. Başlayar feil kimi düşünəcəksən. Kölgəyə, bu da getdi. Bəlkə də Y variantını yazmısan yanlış olaraq. Məsələn, düşünmüsən ki, mələmək feili, quzu kaş mələyə, həm də mələk ismi yönlü çaldı. Bax, bunu düşünmüsənsə yanlış düşünmüsən. Niyə? Çünki mələyə ismi, mələk ismi yönlü çaldı, tələffüzü doğrudur. Amma quzu mələyə sözündə bunun kaş mələyə, bunun tələffüzü belə olur. Məliyə, kaş məliyə. Aydındır. Ona görə Y variantı yox, cavabımız olacaq B. Bir var daşlıq ismi kimi, daşlıq. Bir də daşdıq, daşmaq feili, zaman, q şəxs sonluğu kimi. Ona görə cavabımız oldu B variantı. 4-cü sual. Hansı nümunədə fərqləndirilmiş söz numerativ söz deyil? Numerativ söz sayla isim arasında işlənir. Bax, 40 valideyn, 40 nəfər valideyn, 20 yumurta, 20 ədəd, 1 dərman, 1 qaşıq dərman, 2 corab, cüt corab. Bax, sayla isim arasında işlənir. Amma burada A variantında numerativ söz yoxdur. Davam edək 5-ci. Deməli, sualımızdan davam edək. Deməli, birinci xanada amonim həm də çox mənalı söz lazımdır. İkinci xanada yalnız çox mənalı. Məsələn, yalnız çox mənalı deyirsə, amonimli olmasın deyirsə, tut, mürəkkəb, oxşamaq sözlərini çıxacağım. Çünki bunların amonimliyi var. Yalnız amonim olsun, çox mənalı olmasın. Bax, diqqətli oluruq nədə? Məsələn, qalıram, yəni burada hansı variant arasında qalmışam? A-nın C variantı arasında. Məsələn, kürək sözünün çox mənalığı var da, deyirəm, dağ kürəyini dağa söykəyib. Məsələn, deyək ki, burada çox mənalılıq var. Cavabımız oldu C variantı. Boğaz sözünün amonimi bir var. Anatomiya, yəni insanın boğazı. Boğaz sözü var, coğrafi anlayış kimi. Yəni, dənizin iki quru arasındakı dar hissəsi.
Boğaz sözü var, musiqidə boğaz anlayışı var, xırda zəngulə deyirlər də. Və boğaz sözü boynunda balası olan, məsələn, boğaz at, boğaz inək və s. həm amonimliyi var. Həm də boğaz sözü, çəkmənin boğazı və s. həm də çox mənalı sözdür. Kitab sözünün ömür kitabı, həyat kitabı, qocalıq kitabı və s. çox mənalı söz kimi işlər, amma amonimliyi yoxdur. Cavabımız olacaq C variantı. 6-cı sualda çoxaldılmışdır feilində sözün kökü çox, çoxalmaq, çoxaltmaq, çoxaldılmaq, zaman d idi. Deməli, d burada t-dır, doğrudur, d ididir, mış nəqlidir, al, çox sayından düzələn, çox sayından feil düzəldən şəkilçidir. Il burada qayıdış növün yox, məhsul növünün şəkilçisidir. Məsələn, surətlər çoxaldılmışdır, kimsə tərəfindən məhsul növdədir. 7-ci sual, işarə əvəzliyi əvəz edibdir nəyi? İsmi əvəz etsin. İşarə əvəzliklər hansılardır? O, bu, elə, belə və həmin. Sən nə edəcəksən? Sən həmini siləcəksən, o, onu siləcəksən. Yəni, bu, elə və beləni axtaracaqsan ismi əvəz etmiş kimi. Baxaq. Elə Y variantından gəlsən, belələri ilə ehtiyatlı olmaq. Bax, belə işarə əvəzliyi cəmlənibdir və təsirli çal şəkilçisi qəbul edibdir. Ona görə cavabımız oldu Y variantı. Çox rahat. Deməli, cümlələr verib, həqiqətin alovu onu aparanın əlini tez-tez yandırar. Cümləsində mənsubiyyət şəkilçili isimlərin hər ikisi adlı qaldadır. Bax, həqiqətin alovu adlı qaldadır. Onu aparanın əlini, nəyi? Bu təsirli çaldadır. Yanlış fikirdir, qabağından doğru qoyub götürmə. Səmimi adamlar həqiqət görüntüsünə aldanırlar. Cümləsində mənsubiyyət şəkilçisi qəbul etmiş isim, görmək, görünmək, görüntü, görüntüsü, həqiqətin görüntüsü nə? İsim quruluşuna görə düzəltmədir. Fikir doğrudur, qabağından yanlış verib götürmə. Platon mənim üçün əzizdir, amma həqiqət ondan da əzizdir. Əvəzliklərin hər ikisi ismi əvəz edibdir. Mənim üçün şəxs əvəzli ismi əvəz edib, ondan da bu da ismi əvəz edib. Doğru fikirdir, qabağından yanlış yazıb götürmə. Cəmiyyətin gələcək tərəqqisi indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılıdır. İsmin xüsusiyyətini daşımış, deməli sifət işlənibdir. Gənc sifəti ismin xüsusiyyətini daşıyıbdır. Doğru fikirdir, qabağından da doğrunu verib, ona görə d-nı götürəcəksən. Ən təhlükəli yanlışlıq həqiqətə oxşayan yanlışlıqdır. Çoxaltma dərəcəsi olan sifət işlənibdir. Bəli, təhlükəli, ən təhlükəli. Doğru fikirdir, qabağından yanlış verib götürmə. Cavabımız oldu D variantı. Xəyanətkarlıq sözünün foneti təhlil ilə bağlı səhvi. Deməli, xəyanətkarlıq şəklində tələffüz olunur. Doğrumu? Ahəng qanuna tabe deyil. Doğru. Saitlərdən biri uzanır. Doğru. Dodaqlanan sait işlənməyib. Doğru. 3 dənə cingitili samitin kar qarşılığı yoxdur. Y-nın qarşılığı var, xışdirik. N-nın yoxdur. R-nın yoxdur, R-nın yoxdur. Bu da doğru. C-da yazır ki, səs verib tərkibi arasında 3 fərqli məqam var. 3 fərqli məqam yox. Deməli, 2 fərqli məqam var. Uzanma fərq yaratmır. Cavabımız oldu C variantı. Verilmiş nümunələri və cədvələ əsasən uyğunluğu müəyyən edəcəyik. Deməli, feillərdən birində iş görən, işi özəlli icra edir, söhbət qayıdış növdən gedir. Çörək, haram çörək axtarma, axtarma məlum növdədir. Bu baha başa gələr məlum növdədir. Vuruldum o gün ki şeirə sənətə, mən özüm vurulmuşam, vurmaq, vurulmaq qayıdış növdədir, 2-yə uyğundur. A, ismi əvəz edən işarə əvəzliyi, bax burada bu əvəzliyidir. 1-ə uyğundur. B, əmr şəklində olan feil işlənibdir. Axtarma, bax burada 1-dədir, C-ni yazdım. Yönlük halda olan isim işlənibdir. Deməli, şeirə, sənətə 2-yə uyğundur. D, təsirli halda olan isim işlənibdir. Haram çörəyi axtarma. Çörəyi, bax təsirli hal burada da var. Bir də öz donunu burada da var. Ona görə 3-ə də uyğundur Y. 1-ə B, C, 2-yə A, D, 3-ə də Y variantı. Yəni A variantı. Belə, verilən nümunədəki feillərin şəkillərini ardıcıllıqla müəyyən etməliyik. Ey könül, bu acı hisslərdən əl çək. İnsan bir gün gəlmiş, bir gün gedəcək. Aha, bir gün gəlmişdir, bir gün gedəcək. Deməli, əl çək əmr şəklində, doğrumu? Bir gün gəlmiş, bir gün gedəcək. Bunlar da xəbər şəklində. Çünki feillərin tərkibində zaman şəkilçisi var. Cavabımız olacaq A variantı. Feillərdən biri icbar növdədir. Biz bilirik ki, icbar növün şəkilçisi dırdır, durdur və t şəkilçisidir. Bildirmək, dəyişdirmək, bunlar məlum növdədir. Güldürmək, uşağı güldürdüm, danışdırdım, özüm inandırdım, özüm. Amma deyirəm, məktubu yazdırdım, özüm yazmamışam ki, işi kiməsə gördürmüşəm. Cavabımız olacaq B variantı. Hansı cərgədə bütün feillər hissəci ilə işlənibdir?
Təmizlədin, di zamandırsa hissədir. Aparsa sözündə sa şərtdir. Ümumiyyətlə, sa hissəci, şəkilçisi belə deyək. Birbaşa sözün kökünə yaxud kök leksik şəkilçidən sonra qoşulubsa, o zaman şərt olacaq. A getdi. Pozulacaqsa, acaq zamandan sonra qoşulubdur, deməli hissədir. Gedəcək, bax, gedəcək, dinsə, hətta burada 2 dənədir. Həm idi, həm də hissə var. Qorunmalıdır hissə. Bax, burada da hissəcikdir. Cavabımız oldu B. Oxusa, birbaşa kökə qoşulub, şərtli yazılsa, leksik şəkilçidən sonra qoşulubdur. Şərtli düzəldilsə, burada da leksik şəkilçidən sonra qoşulubdur. Şərtli. Cavabımız oldu B variantı. Cümlələrdən birində miqdar sayının 2 müxtəlif məna növünə aid sözlər. Biz bilirik ki, miqdar sayı 3 yerə bölünür. Müəyyən miqdar sayı, qeyri-müəyyən miqdar sayı və kəsir sayı. İndi bizdən deyir ki, 2 müxtəlif, ya müəyyən qeyri-müəyyən, ya qeyri-müəyyən kəsir, ya da müəyyən kəsir. Bunu soruşur bizdən. Axırıncı sözləri bu sıra sayıdır. Bir neçə insanla, burada qeyri-müəyyən. Burada miqdar sayının bir növ işlənibdir, qeyri-müəyyən. Qoca kişi sonuncu, deməli, sıra sayı işlənibdir, başqa yoxdur. Yüzlərlə insan, qeyri-müəyyən. Birincilik burada, birincilik isimdir, getdi. 6 ədədi, 6 müəyyən miqdar sayı, 30 ədədinin müəyyən miqdar sayı 5də 1 hissəsidir. Bax, 5də 1 burada da kəsir sayı işlənib. Yəni, müəyyən miqdar sayı ilə kəsir sayı işlənib, cavabımız olacaqdır. O, hər kimə nəsib olsa, yəqin bil ki, dünya üzündə əvvəlinci xoşbəxtdirlər, burada da sıra sayı işlənibdir. Cavabımız oldu D. 15-ci sual yanlış, bax, yanlışı soruşur bizdən. Burada da elə A variantında pozulub. Qəlbinə dəymək ilə ürəyini qırmaq deməkdir. Bu frazoloji sinonimdir. Könlünü almaq isə bunların nə idi? Əksidir. Elə uyğunluq burada pozulub. Digərlərində doğrudur. Hirsindən qovunmaq, özündən çıxmaq, əsəbləşmək, hirsi yatmaq, sakitləşmək və s. Ağız büzmək, üzünü turşutmaq, bəyənməmək, xoşuna gəlmək, bəyənmək və s. 16. Hansı sözün yazılışı doğrudur? Deməli, burada həftəlik olmalı idi, burada heyranlıq olmalı idi, həm söhbət olmalı idi, hərdən bir olmalı idi. Humanizm sözünün yazılışında problem yoxdur. Cavabımız olacaq Y variantı. Hansı cümlədə biri-biri ilə münasibətdə antonim olan söz işlənməyib, bax, işlənməyib deyir. Baxın, məsələn, burada Y variantında yad və doğma var, D variantında daxili xarici var. Məsələn, C variantında qız, deməli, süfrənin o saçaqlarını qızın teli kimi gah örüb, gah açırdı var. Sonra haqlı sözü və ədalətsiz sözləri var, amma B variantında bir-birlə münasibətdə antonim söz yoxdur. Biri say ilə sifətin ortaq xüsusiyyəti ola bilməz. Say və sifət. Deməli, ismin xüsusiyyətini qəbul edir, İsmail olur. Hər ikisi quruluşuna görə 3 yerə bölünür, leksik mənası olur. Müqayisə dərəcəsi sifətdədir. Sayda belə bir şey yoxdur. Verilən nümunədəki sifətlərin hər üçünə aid bizdən doğru fikirləri soruşur. Deməli, burada söhbət nədən getdi? Söhbət boyasız sifətindən, ləkəsiz və əkiz sifətindən gedir. Hər üçü adi dərəcədədir. Çox rahat. Cavabımız Y variantı. Deməli, sifət deyə azaltma dərəcəsində olsun, həm də düzgün yazılsın. Məsələn, A-dan baxsaq, gün batanda səmanın üzü qırmızımtıl. Bu elə düz yazılıbdır, özü də azaltmadadır. Açıq aşkar adi, açıq aşkar danış burada zərfdir. Kəmsavad adi dərəcədədir. Açıq sarı, uşağın saçları açıq sarı olduğuna görə, burada heç açıq sarı sifət deyil, açıq sarı olmaq mürəkkəb feilin tərkib hissəsidir. Orada açıq sarı, sonra da ki səhv yazılıb. Qıpqırmızı, burada çoxaltma, cavabımız oldu A variantı. Və davam edək 21-ci sualından yanlışı soruşur. İdi imiş isə, lan heç biri əmr şəkili ilə işlənə bilmir. Düzdür. Daşlaşmaq sözünü feilin 2 müxtəlif qrammatik məna növündə düşünə bilərik. Daşlaşmaq qarşılıq növdə bir-birinə daş atır, daşlamaq, daşlaşmaq. Bir də bərkimək mənasında laş parçalanmır, bu zaman məlum növdə. Düz. Şərt şəklində olan feil üçüncü şəxsin təkində şəxs sonluğu qəbul etmir. Məsələn, gəlsə, bunu şəxsə görə dəyişsən, mən gəlsəm, sən gəlsən, o gəlsə. Üçüncü şəxsin təkində şəxs sonluğu qəbul etmir. Düz. Oxuyasınız feilinin inkarını yalnız deyil sözü ilə düzəltmək mümkündür. Oxuyasınız sözü bizi çaşdırmaq istəyirdir lazım şəkili ilə. Oxuyasınız sözü arzu şəklindədir. Oxumaq
kaş oxuyasınız. Yadda saxlayın ki, bu əziz abituriyentlər, həm arzu şəklində olan feil, həm də lazım şəklində olan feil ikinci şəxsin cəmində sınız, şəxs olmağını bütöv qəbul edir. Nız kimi yox. Ona görə D variantı yanlışdır. Getməz sözü inkarlı şəkilçisini və qeyri-qəti gələcək zaman şəkilçisini qəbul etmişdir. Bəli, əri qəbul edibdir, həm də qəbul edibdir nəyi, inkarı. Ona görə Y variantı doğrudur. Səhv variantımız D. Biri bədii üsluba aid nümunə deyil. Qoy məndən dərs alsın qoca təbiət. Yəni, qoca insan olar. Qoca təbiət burada məcazidir. Ona görə bədii üsluba aid nümunədir. Ümidin puça çıxması, təbii ki, burada da məcazilik var. Dağların başından qalxıb bir qartal kimi təşbih nümunəsi var, bədii üslubdadır. Çərkəz yorğana bürünən kimi xoruldadı, Şamxalın isə gözünə yuxu getmədi, gözünə yuxu getmək. Burada məcazilik var. Jurnalistikanın ictimailəşməsinə Firuzə jurnalı və onun redaksiya heyətinin xidmətləri diqqətə layiq. Bu publisistik üsluba aid nümunədir. Cavabımız olacaq nə? C variantı. 23. Cədvələ əsasən uyğunluq. Deyir ki, o çox yaxşı insandır cümləsində əvəzlikdən sonra vergülün qoyulması doğrudur. O çox yaxşı. Birincisi burada sifətdən əvvəldə işlənib çox ədatdır. O əvəzliyindən sonra ədat gəlsə vergül qoymayacam. Qoyulması yanlış fikirdir. Bunun da qabağından yanlış yazıbdır. Deməli, bunu götürə bilərəm. 2. Oxutmuram feilini inkar şəkilçisi və indiki zaman şəkilçisi qəbul. Oxutmuram sözü təsdiqə çevirsəm belə olacaq. Çevirsəm. Oxuduram. Deməli, oxutmaq, ur zaman aməm şəxs olmalı. Həm inkar şəkilçisi qəbul edibmi, həm də indiki zamandadır. Düzdür və qabağından da düz yazıb. Götürəcəm. Deməli, sən bunu bilmirmişsən cümləsindəki feil isə hissəci ilə işlənibdir. Bilirsənmiş. Ümumiyyətlə, bilirmişsən yazıb. Düzdürmü? Bax. Bilir, bilmək, ir zaman, bilir imiş. Sən də nədir burada? Şəxs olmalıdır. Mən bilirmişəm, sən bilirmişsən. Burada isə hissəci yoxdur. Yanlış qabağından doğru qoyub götürmə. Bakı şəhəri gözəl şəhərdir cümləsindəki qeyri-müəyyənlik halda olan ismi, Bakı sözündən gedir söhbət. Müəyyənlik hala çevirmə mümkündür. Səhv deyir, mümkün deyil. Yanlış, qabağından yanlışdır, doğru götür. Onun yerinə yoldaşı qol çəkdi cümləsində işarə əvəzliyi ismi əvəz edilir. Ümumiyyətlə, burada işarə əvəzliyi yoxdur, o şəxs əvəzliyidir. Yanlışdır, qabağından doğru qoyub götürmə. Cavabımız olacaq 1, 2 və 4. Yəni, göz gəzdirim. O çox yaxşı insandır. Əvəzdən sonra və gün qoyması doğrudur. Yox, doğru deyil. Oxutmuram. İnkarda və indiki zamandadır. Doğrudur. Deməli, sən bunu bilirmişsən. Hissəci yoxdur. İşlənmişdir deyir. Səhvdir. Qabağını doğru verib. Oldu. 1, 2, 4. O doğma vətənin müstəqilliyi uğrunda Rus qoşunları ilə döyüşdə qəhrəmancasına həlak oldu. Cümləsində işlənməyibdir. Baxaq. Mürəkkəb feil həlak olmaq işlənib. Qeyri-müəyyənlik halda olan isim Rus qoşunları, Rusun işlənib. İşarə əvəzliyi yox, burada o şəxs əvəzliyidir, işlənməyib. Mücərrəd isim, müstəqillik, mücərrəd isimdir, işlənib. Azaltma dərəcəsində olan sifət, doğma, adi dərəcədir, işlənməyib. Səs verib tərkibi fərqlənən isim. Səs verib tərkibi fərqlənən isim, o demək demir, deyilişi və yazılışı. Məsələn, buradakı isimlərə baxsaq, vətənin, müstəqilliyi, məsələn, vətənin sözündə yazılış və tələffüz arasında fərq yoxdur, həm də səs verib tərkibi fərqlənmir. Burada müstəqilliyi sözündə müstəqilliyi, deməli, səs verib tərkibi fərqlənmir. Qoşunları sözündə l-nıya çevrilir, yenə fərqlənmir. Döyüşdə bunun ümumiyyətlə yazılış və tələffüz arasında həm fərq yoxdur, həm də səs verib tərkibi fərqlənmir. Ona görə bu da yoxdur. Cavabımız olacaq 3, 5 və 6. 25. Verilmiş nümunənin təhlili ilə bağlı bizdən doğrunu soruşur. Azmı göydən yerə od ələnibdir, şadlıq sükut edib, kədər denibdir. Bir dövrün hökmü ilə bəstələnibdir, bir ana laylası Azərbaycanın. Baxaq, məchul növdə olan feil, bir dövrün hökmü ilə bəstələnibdir. Deməli, göydən yerə od ələnib, ələmək, ələnmək, göydən yerə od ələnibdir. Şadlıq sükut edib, kədər denibdir. Bu dinmək, bu məlum növ, sükut etmək, məlum növ. Bir dövrün hökmü ilə bəstələnibdir. Bax, diqqətli olur. Bəstələmək, bəstələnmək, kimsə tərəfindən bəstələnibdir da. Bəstələnmək. Bir ana laylası, Azərbaycanın ana laylası
dövrün hökmü ilə bəstələnibdir. Yəni öz-özündən bəstələnməyib də, kimsə tərəfindən məchul növdə olan feil işlənibdir. Mənsubiyyət az mı göydən yerə od ələnibdir. Yəni burada ələnib sözü də var da. Göydən yerə od ələnib günəş tərəfindən, məsələn belə deyək də. Ona görə burada məchul növdədir. Mənsubiyyət şəkilçili sözlər adlı qaldadır. Baxıram mənsubiyyət şəkilçili sözlərə hardadır. Deməli bir dövrün hökmü, bir də Azərbaycanın ana laylası. Dövrün hökmü burada ilə qoşmadır, adlı qaldadır və Azərbaycanın laylası, bu da yenə mənsubiyyətə görə dəyişmiş isimdir və adlı qaldadır var. Feillərin hamısı xəbər şəklindədir. Bəstələnib, zaman, dinib, zaman, sükut edib, zaman, ələnib, zaman, hamısı xəbər şəklindədir. Düzdür. Mənsubiyyət şəkilçi qəbul etdiyi üçün söz kökündəki qapalı saiti düşmüş söz işlənib. Burada hökmü ilə sözündən bəlkə bizi çaşdırmaq istəyibdir. Burada elə hökm yazılır, hökm yazılmır ki, yəni bunu qəbul etdiyi mənsubiyyət bunun kökünün yazılışına təsir etməyibdir. Ona görə 4 yanlışdır. Xüsusi isimlərdən biri, neçə dənə xüsusi isim var ki, burada bir dənə xüsusi isim var da, Azərbaycan. O da yərik haldadır. Ona görə burada yanlışdır. Cavabımız olacaq 1, 2 və 3, 26. Sxemdəki hansı sözlərin yerini dəyişsəm, sxemdəki uyğunluq bərpa olunar. Deməli, işlədin sözünü həm də düşünə bilirəm, xəbər şəklində işləmək, o işlədi, sən işlədin, bir də işlətmək feili əmr şəklində, bu yerində. Deməli, başlayaq sözünü başlamaq, arzu şəklində düşünəcəm, kaş başlayaq, həm də gəl başlayaq, bu zaman isə əmr şəklində düşünəcəm. Amma ötürdü sözünü həm düşündüm, deməli, yəni hər iki halda yalnız bir şəkildə düşündüm. Yəni düyünü idi kimi də düşünsəm, yəni ötmək, ötürmək, ötürdü olanda düy zaman olur. Bir də yaşının üstündən yaş ötürdü olsa, burada ür zaman olur, düy idi olur. İstənilən halda indiki yaxud keçmiş zaman olsa belə bir şəkildə düşünəcəm, xəbər şəklində. Deməli, 2 gəlməlidir bura. Yalnız bir şəkildə yalnız burada köçürdü və köçürdü. Bunu zaman da, ürü zaman düşünüb düyünü idi düşünsəm, yaxud ürü leksik düşünüb düyünü zaman düşünsəm, yenə xəbər şəklində olacaq, yerindədir. Eyni zamanda bişirdi sözü də, xörək bişirdi, bir də xörəyi bişirdi. Yəni burada iri leksik düşünsəm di zaman olur, yaxud iri zaman düşünsəm di idi olur. Yenə zamanları fərqli olsa da şəkilləri eyni olur, bu da yerindədir. Amma itir sözünü həm indiki zamanda olan feil kimi düşünəcəm, həm də itirmək feili əmr şəklində olan feil kimi. Ona görə 2 bura keçməlidir, 6 da bura. 2 ilə 6-nın yeri dəyişilməlidir. İş görən işi özlərində icra edir, yəni söhbət qayıdış növdən gedir. İş görən işi başqasına icra etdirir, söhbət icbar növdən gedir. Qarşı-qarşı icra olunur, qarşılıq növdən gedir söhbət. İndi baxıram, tərəflər bir neçə gündür ki, atışırlar. Atmaq, atışmaq, qarşı-qarşıya. 3-ə uyğundur, deməli 1, 2, 3, 3-ə uyğundur. A. Dağın başında bir dağ keçisi göründü, özü görünübdür. Qayıdış növdədir, 1-ə yazacağım. Güllərin qoxusu indi daha yaxından duyulur, duymaq, duyulmaq, duyulur. Yəni güllərin qoxusu kimsə tərəfindən duyulur, yoxsa özü duyulur. Yəni kimsə tərəfindən, güllərin qoxusu indi daha yaxından duyulur. Yəni onu duymasan duyulmaz da. Olacaq hansı növdə? Məchul növdə. Biz bunu heç yerə götürmürük. Atam məni peşə məktəbinə yazdırdı. Yazmaq, yazdırmaq, icbar növdə olacaq. D-ni yazdım 2-yə. Mən bir neçə ildir ki, xaricdəki dostumla yazışıram. O mənə yazır, mən də ona yazıram. Yeni də yazacağım hara? Deməli, qarşı-qarşıya 3-ə yazmış oldum. 1A, 2D, 3-ə də A-la Y.